Simulyasiyalar tədrisdə necə istifadə oluna bilər? Və tədris vəsaiti kimi necə istifadə oluna bilər? Bax, onlar dərnəklərin gedişatında şagirdlərə öyrədiləcək və bu da yenə də sizin də bayaqda yoldaşlar da deyir ki, yəni, onun praktikliyini, əlçatanlığı olacaq. Və yenə deyirəm, indi işin gedişatında biz Allah şükür danışarıq, əlaqə saxlayarıq. İstəsək o dərnəklərdə, məsələn, sizin məktəblərinizdən fərqi o deyil, mütləq şəkildə bir internat məktəbi olsun və yaxud ki, haradan qoşulmaq istəyən şagirdlərimiz olsa, böyük həvəslər, böyük məmnuniyyətlə... 2 nəfər şagirdi təbiət fənnindən fikirləşir, respublika qoşarıq. Bəli, böyük məmnuniyyətlə qoşarıq, gəlib həm dərnəklərdə iştirak edirlər, həm onlar üçün bir maraqlı təcrübə olar, həm də ki, belə deyək də faydalanırlar, biz belə düşünürük etməyi. Yoldaşlar, yenə təkrar edirəm, burada bayaqdan da qeyd etdiyimiz özümüz, yəni şəxsən mənim özüm istəyim belə oldu ki, bunu biz yığcam bir ortamda eləyək, yəni hamımız rahat danışa bilək, hamımız öz sözümüzü deyə bilək burada. Və burada Allah şükür ki, çox dəyərli bizim həmkarlar iştirak edirlər, onlardan Şəhadə müəllimə və Aynur müəlliməni də mən qeyd eləmək istəyirəm. Şəhadə müəllimənin, Aynur müəllimənin burada iştirakı bir neçə tərəfdən bizim üçün niyə yaxındır, həm də ona görə ki, biz Şəhadə müəllimə çoxdan danışırıq. Məsələn, neçə il olardı? 1990-cı ildə belə deyək.